Kasıb olduğuna görə sevdiyi qadın onunla evlənmədi. O isə 10 il sonra sevdiyi qadını elə təəccübləndirdi ki, düz 10 il əvvəl kasıb oğlan varlı bir qızı sevirdi. Bir gün cəsarətini toplayıb qıza evlənmək təklifi etdi. Həyat onun xəyallarını əzizləmədi. Qız oğlanın təklifini rədd etdi. Səbəbini açıqca söylədi. Dedi ki, kasıb və az maaş alan bir oğlan onu istədiyi kimi yaşada bilməz. Xəyalları puç olan oğlan həmin günü heç unuda bilmədi. Bu əhvalatdan düz 10 il sonra həmin qızla oğlan ticarət mərkəzində qarşılaşır. Qız oğlanı görən kimi tanıyır, yaxınlaşıb ondan hal əhval tutur. Sonra da ərə getdiyini, ərinin maaşının ayda 17.000 dollar olduğunu qürurla söyləyir. Oğlandan onu unudub unutmamağını da kinayə ilə soruşur. Oğlan qızın ona hələ də yuxarıdan aşağı baxdığını görüb susmağa üstünlük verir. Elə bu vaxt qızın əri də onlara yaxınlaşır. Qız ağzını açmadan əri söhbətə başlayır. Əzizim, elə istəyirdim ki, sizi tanış edim. Tanış ol, bu mənim müdürüm cənab Carlosdur. Hazırda onun 150 milyon dollarlıq layihəsi üzərində işləyirik. Eşitdiklərinə təəccüblənən qız nə deyəcəyini bilmir. Vəziyyəti belə görən Carlos təcili işi olduğunu söyləyib oradan uzaqlaşır. Qız haçandan haçana özünə gəlib ərindən Carlos barədə soruşur. Əri də bildiklərini danışır. Keçmişdə bir qızı çox sevib, evlənmə təklif edib. Kasıb olduğu üçün qız onunla evlənməyib. Bu hadisə ona çox pis təsir edib. Gecə-gündüz dayanmadan çalışıb ki, varlansın. İndi də milyard dollarla dəyərli ölçülən bir şirkətin sahibidir. Həmişə deyir ki, kasıb olduğum üçün sevdiyim qız mənə ərə gəlmədi. O qızı heç unutmayıb. Hələ də subayda. Heç kiminlə evlənmir. Həmin qız Carlosun indi kim olduğunu bilsə, Allah bilər nə düşünərdi. Görəsən Carlosun gələcəkdə varlanacağını bilsəydi, təklifini qəbul edərdimi? Ərinin söylədikləri qarşısında nə deyəcəyini bilməyən qız donub qalır. Həyat çox qısadır və güzgü kimidir. Güzgüdə daim əks olanı görürsünüz. Unutmayın ki, həyat qısa olduğundan hər şey də qısa vaxt ərzində dəyişir. Odur ki, hər zamanın öz hökmü var sözünü düşünün. Verdiyiniz qərarların zamandan asılı olduğunu da unutmayın.